Sabahın xeyir Azər usta, necəsən? Necəsən? Sağ ol. Bu nədir belə günə maraqlı nəsə bişirirsən? Görsən, tanan antrikotlarıdır. Ana, bəh. Bunu büyüyündə hazırlayacağım. Bunu pişirəcək falqada. Aha, farqına. İndi bax bunu. Görsən hazırdır bunu. Aralarına bir iki dənə sarımsaq yedirik. Başa düşdüyüm görə. Aha. Seçdim. Basılsan sarımsağı üstünə gedir. Bu ayrı bir ləzzət verir ona. Sarımsaqsız bu elə bir şey heç. Heç. Olsun, burada qalır. Yəni min bir dərdə dava buna deyir. Maşallah. Beləsin gəlib yeməyə lazımdır, başqa neyinəsən? Heç. Görsən o. Buzunla vurur. Özləyirsən. Birim belə yaşa. Aha. Birində belə. Pomidor da qoysan ki, pomidor öz sosunu bırakır. Aha. Onda qəşəngə pişirir. Bunu evdə də pişirmək olar da yəni. Yəni evdə də ev üstündən də olar. Restoranda da yer bilərsən, evdə də pişirə bilərsən. Əlbəttə. Görsən nə? Portaqal da kəsirik. Portaqal da üstünə qoysan. Ona xüsusi bir Dadı ətər verir. yaralar üstündə var. Görünüşə bax. Görsən nə yaşa. Əməlli başlı. Cənnətdir, cənnət. Gəl ye. Bax. Sen ses çök. Orada işler var. İşlərimiz hələ çoxdur bunun üzərində. Şimdi biraz da kek oturursan bunlar için. Hərəsinin öz bir dadı var. Özləməsiz xüsusi dadları var. Şimdi biraz da sosunu yağda da görebilirsin. İşte. Bəli. Yağı da alıb ondan sonra. Şöyle hazır oluyor. Şöyle istiyor doğrayabilirsin. Qara istiyor. Vahşi ləzzətlidir. Qara istiyordun qoxusu. Sonra bunu səliqəli düşmək lazım. Şöyle böyle. Qat düşmək lazım ki, yaxşı pişsin. Yəni havası çıxmasın. Çünki balığı da kesəcək də, hə? Balığı kesəcək bu. Gördün mü Ayşe? Yəni səliqəli şəkildə hava keçməsin, yəni hava çıxmasın deyə bükməyə lazım. Diqqət tələb edir. Bizdə daim diqqətli. Diqqətli olur. Bişəndən sonra da görsədədən də var. Bu sonrası da var, hə? İkinci hissəsi də var, əsas məsələsi. Yox, beşən, belə. Əməli başda Azər ustamızın əllərindən gözəl yeməklər. Usta deyəsən yeməyimiz hazırdır. Hə, beşən, yeməyimiz. Aç görək onu. Hələ açmamışam, mən indi açıram. Cənnəti görək orada. İyisi gəlir ağacı. Vay. Yeməyin qoxusu bilmək. Bəh. Bu nədir usta? Bu nədir belə usta? Vay. Ayşən. Görsən nə olur? Sümükdən özü ayrılır da. Par necə var deyə. Prosto belə yeməklərin gəlib dadına baxmaq lazım. Görsən. Yəni Azəristan çəkər. Yemək lazımdır, ləzzətlidir. Əllərinin dadına qurban. Görsən nə üçün? Vay. Yəni sümüyə əl vurma özü ayrılacaq. Buna Çıxdı. dağılıb gedir. Ətri qoxusu yerində. Salam əleykum. Mamoğlu, sənə mənim ürəyim qurbandır. Bax ki, gör burada da. Görsən də, deyir heç kimə demə. Görsən bunda oyun çıxardır. İnşallah səninlə bir gün burada qırğın eləyəcəyik.
Azər müəllimin süfrəsindən də bəh. Ala bu neynədir ala? Bu neynədir ala? Mauqli deyə Mən onun sosuna qoyuram. Qəşəng, gözəllik başımıza.